Nahkam arzular. Hələ uşaqlıq illərimdən gerçəkləşməyən arzularım olub. Mən böyüdükcə həyata keçməyən istəklərimin sayı günbə-gün artırdı. Sanki zaman keçdikcə gerçəkləşməyən arzularım azalmaq əvəzinə daha da çoxalır, hər biri ürəyimdə səssiz bir nisqilə çevrilirdi. Mən həyatı biraz yarımçıq yaşadım. Həm yaşıtlarım həyatda şən səslərlə qaçdı tutdu gizlənpaç oynayanda, mən bir kənarda oturub həsrətli baxışlarla onları izləyirdim. Onların gülüş səsləri göyə yüksəlir, sevinç dolu baxışları günəş kimi parlayırdı. Mən isə həmin sevincə tamaşa edən səssiz bir kölgə idim. Onlara qoşulub hərəkətli oyunlarda iştirak edə bilmirdim. Sadəcə baxır və onların necə xoşbəxt olduqlarını izləyirdim. Amma o dövr üçün əlçatmaz arzularım başqa idi. Onlarla birlikdə məktəbə getmək, parta arxasında oturmaq, lüfə qarşısında dərs danışmaq, tənəffüsdə sinif yoldaşlarımla birlikdə büfetə qaçmaq. Mən bütün bunları yaşaya bilmədim. Məktəb həyatı mənim üçün real xatirə deyil, yalnız filmlərdən izlədiyim səhnələr və gecələr gördüyüm yuxular idi. Bütün uşaqlar məktəbə gedir, mənim üçün isə məktəb evimə gəlirdi. Müəllimimin səsi sinif otağında deyil, evimizin divarları arasında eşidilirdi. Geniş və işıqlı sinif otaqları, düzülmüş partalar, qara lövhə, bunlar hamısı xəyal kimi qəlbimdə qaldı. Mən məktəb dəhlizlərinin səs-küyünü deyil, evimizin sakitliyini dinlədim. Bəzən düşünürəm ki, insan ən böyük niskili yaşaya bilmədiyi anların xatirəsidir. Mənim uşaqlığımın bir hissəsi nakam arzuların kölgəsində qaldı. Mən böyüdüm. Qarşıma qoyduğum məqsədlərin bir neçəsinə nail oldum. Amma hər bir gənc qızın qəlbində cücərən arzular mənim könlümdə açılmamış qönçə kimi qaldı. Lakin zaman məni başqa bir həqiqəti də göstərdi. Arzuya gec çatmaq, bəzən sadəcə həyata gec qalmaq deməkdir. İnsan hər zaman itirdiyini geri qazana bilmir. Bəzi arzular var ki, yalnız öz vaxtında yaşananda mənalı olur. O an ötüb keçəndə isə nə qədər istəsən də eyni hissi yenidə yaşaya bilmirsən. Mənim uşaqlıq, gənclik arzularım da elə həmin itirilmiş anların içində qaldı. İndi anlayıram ki, gecikən hər arzu mütləq gerçəkləşmir. Bəziləri sadəcə insanın daxilində səssiz bir boşluğa çevrilir və ömrü boyu onunla birlikdə yaşayır.